Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç kərvanı yola salınıb. Bu mərhələdə Kəngərli kəndinə daha 50 ailə, 207 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır. Xatırladaq ki, mayın 23-də Kəngərli kəndinə köç kərvanı çatıb, evlərin açarları təqdim olunub. Həmin mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Beləliklə, bugün baş tutan köçlə nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 159 ailə, 694 nəfər köçürülüb. Onlarımız orada əhmək, pişmək, onun yetərdiyən torpaqdır da, öz torpağımızdır, ana torpağımızdır, ata torpağımızdır. Nə Ağdamın özündən, Kəngərdən, özüm Ağdamın özündənəm, amma elə bir Kəngərdə ailə qurmuşam. Özü torpağımızda gözəl torpaqdır, ağaçlar əkərik, güllər əkərik, əkin əkərik özümüz üçün. İmkan verərlər, icazə verərlər, tüyüqcədə saxlayarıq, heyvan saxlayarıq. Yaşayarıq da özümüz üçün. Torpağımız da gözəl torpaqdır. Nəhayət ki, 32 ildən sonra öz doğma kəndimizə qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu günü biz çoxdan arzuluyorduk, çoxdan gözləyirdik. Allah prezidentimizin canını sağ eləsin. Mənim istədiyim ən böyük arzum Şuşanı görməkdir. Sonra da bizim doğma torpaqlarımızda qəbirstanlıqlarımız 32 ildə şəhid, əsas qəbirstanlıqlarımızı ziyarət eləməkdir. Kəndimizi görməkdir, oxuduğum məktəbi görməkdir. Çıxmış o vaxtın müsibətinə qayıdırıq indi şadçılıqla. Dövlətimiz sağ olsun, millətimiz var olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.